Ləzzətli çalıram. Saat 2'dir. Toy gedir. Bir də gördüm bir əldəydi buradan beləmə. Belə baxdım, gördüm cavan oğlandı. Dedi, Əslam mənim, nə lazımdır gətirək bura? Nə lazımdır? Axı çala-çala danışmaq mümkündür. Dedim, sağ ol, Allah canını sağ olasın. Gəl başladım çalmağa. 3 dəqiqə çəkmədi, gəl gördüm bir əldəydi. Gəl belə baxdım, gördüm bu. Əslam mənim, nə lazımdır gətirək? Dedim, sağ ol da qardaş, qoy qarmamı çalım deyə. Bu getdi. 3-cü dəfə gəl gördüm, əldəydi. Belə baxdım, Əslam mənim, nə lazımdır? Baxdım belənçi. Dedim, biraz kisel tapa bilərsən nə üçün? Dedi, nə? Dedim kisel. Dedi, mən gözlərmişsə. Bu getdi. Saat 3'dür, 4'ə işləyir, toy gedir. Toy əsi gəldim, Əslam mənim, bizim əmi oğlun sən hara göndərmişsən, tapa bilmirik. Dedim, biraz kisel lazımdır, o demişəm, dedi, burada kisel olar. Dedim, bəs qoymurdu da mən çalmağa da, nə qayırım mən? Dedi, yoxdur, gəlməyim. İndi başladım mən də nigaran qalmağa, bu maskletlə geri baxı, şefli, gedər hadisə olar, kisel nə tər oldu bu? Səhər 6'da toy qutardıq, yoxdur bu. Zaxdır kəlirik, bir də gördüm masketlə gəlib, toz torpağın çəsində 2 dəqiqə göz beni çişirləyir. Gəldi. Gəldi Əslam müəllim. Səndən xəcalətli qaldım. Tires, Oriyat, Bankə, bütün ərkim çatan dostları getdim gecə ilə. Tapa bilmədim, xəcalətli qaldım. Dedim, xəcalətli düşmanın olsun. Hələ tapmış kimi varsan, mən də toyu çaldım. Yoldaşlar gedirlər balıq tutmağa. Görürsən, gedirlər də kanal üstünə gedirlər balığa tutmağa. Son vaxtlar bunlar fıtıra eləyiblər ki, generatorla o suya tok verəndə balıq tuturlar da. İndi işıqlar da çox yeri göçən sönür, yanır, olmur. Amma oraya elə yer ki, orada lina da yox daxil. Buna qaraq. Bunlar deyirlər ki, generator bir aparaqda orada toku verər ora. 2 dəyə uşaq tutmuşmuşlar, 2 dəyə şirvan verirmişlər ki, bu generatoru aparsınlar ora, ditsinlər. Baxırlar ki, bu güncə bunlar yanında gələrlər 2 dəyə şirvan uşaqlara verər. Bir də eşək tapırlar bunlar. Bu generatoru bağlayırlar eşeğin kürəyinə ki, eşeğlə aparaq orada, verərik də, toku da orada. Çatıblar orada balıq yerinə, deyiblər generatoru qoyaq da yerə, xotlayaq. O halları yaxşıdır, deyiblər ki, əgələ eşeğin üstündə xotda su da olar, nə olar, bir də götürək qoyaq yerə, qoyaq eşeğin belinə, xotlayaq eşeğin üstündə, deyiblər yaxşı. Eşeğin üstündə gəlbə xotlayırlar generatoru, xotlamaqla eşək götürülüb, bu bədən qıdılır, bu generator işləyir, eşək götürülüb, bəndin üstündən gecə gücəvra baş alıb gedib. Bunlar qalıblar belə kərarına qayra, gəlblər qabağa balıqçılar sirəmlə oturublar da, deyiblər, buradan görmədür bir dəyə eşək gedən, deyirlər, eşək görmədür. Ancaq işıqsız bir dəyə masklet buradan nə kər getdisə güllə kimi, görür onlar Neftçala balıqçıları imiş, onlar yollar tanıyırlar axı, işıqsız bir güllə kimi getdilər. Allah sizin həmişə maraqlı əhvalatlar, bu şeylər, sən həmişə belə bağlıdır. Belə bir əhvalatlar. Biz sadəcə... Novruz bayramı ərəfəsidir, indi tuğa gedməli. Gülüş dedi ki, mən də maşınımla gedim. Dedim, sən sürə bilmirsən, hara geçsən. Gida bitər sürüm də öz maşınımla. Gidəcəm, bir fayda mən maşınıma götürəcəm. O ayıra öz maşınına gidim, təzə alıb Zaporojni. Dedim, bax da, yaxındır o kənd. Bitər getdi, çatdı o toy yerinə, həyətdə çalındı, elədi. Sonra Gülüş deyir ki, mən maşını aparım bir yer verəliyim də, küçədə qalmasın. Dedim, gedib Gülüş. Bu da gəlir toy yersinə, təzə bardağın suyu sərin olar axı, təzə alıb da maşını. Toçiyar deyib ki, mən maşını harada saxlayayım? Bir qonşu həyətdə deyir. Bir qonşumuz da var, həyət, apar sal ora. Gəlir olsun, qapını taqqıladır, yiyəsi qoca kişidir. Qız gəlincə uşaqlar toy yerində, heç kim yoxdur. Qoca kişi də həyətdə, yay vaxtıdır belənci. Deyib, dayı, salam meykim, deyərik salam. Deyib, mən maşımı bura həyətə sallam, bənəcə, deyər, nə olar sal. Baxıb həyətə görüb ki, qabağa girsə, gecə daldala çıxamayacaq. Biraz darız qalırdı da. Elə gündüzdən daldala girim, gecə rahat çıxaram da, hamdaxı. Deyib ki, dayı, mən maşını verirəm daldala, sarla baxçına dəyəndə mənə deyərsən. Deyib, hə, yaxşı.
Bu göndərib uçun, ver. Dan vurun maşını uçun divara. Kişi deyib saxla, dəydi. Düşürəşə, görürəm, bu maşın əzildi ki, dalı. Demək ki, bəs mən sənə nə dedim? Dedi, ay bala, sən mənə dedin ki, deyəndə, deyərsən, mən də deyəndə demişəm də. Bir də gördüm, gəldi ki, maşını əzmişəm. Dedim, sənə dedim ki, nə aparma maşını, bir evə gedərik. Aslan mən çox sağ ol, əzim. Gözümü yummuşam, çalıram. Mən həmişə doğrudan elə çalanda gözümü yumuram. Bir dəfə sual verdilər ki, gözünü nöş yumursan. Deyirəm ki, gözümü o ay ora yumuram ki, ələl uxsuzlu şallıq evlərində. Gözümü o ayda yumuram ki, 500 nəfər tuğa gəlir, 400 nəfəri oynayır, 400 nəfəri. Gözümü açıram, baxıram, görürəm o oynayan deyir ki, tez çal. Tez bir andakına baxıram, görürəm, axıl adamı durğuzubla oynadım, ağa, biraz dir yavaş çal. Baxıram ora, mən nə ayrım, nə tərəlim, hansın mən, axı muska gedir, amma 400 nəfər oynayır axı. Orada gözümü yumuram, deyirəm bu 400 nəfər necə oynayır, özü bilər, qoy oynasın. Neysə gözümü yummuşam, çalıram. Gündən bir günü gördüm ki, 3-4 nəfər bizə qonaq gəldilər. Gələndə qarmının da gətirib bizə. Mehribanov gəlib gedirlər, biz gedib gəlirik. Belə çaya düşdük, sonra dedik ki, öz qarmanın fitliarını açdı belə. Bir sənətlər bir qarmanı çalgına bir qulaq asaq, bir baş. Böyle götürdüm qarmanı, biraz çaldım. Sonra dedilər, saxla. Dur, nə oldu? Dedi, şirinli sənin bu parmaqlarında ürəyindədir, qarmandan deyilmiş. Fakat deyirlər ki, nəsə qarmanda şirinliyi var. Çox yerdə mənə deyirlər, sən qarmana nə yüksəkdirmişsən, dürəm heçinə. Hətta açıb onun içərisinə baxıblar ki, burada nə sir var. Deyirəm, yox, sir elə mənim o barmaqlarımın ucunda olan şirinlikdir. İnsanın elə barmaqlarının ucunda toplaşır o şirinlik, oradan yaranır. Bəlkə elə deyirlər ki, Aslan müəllim, insanın hissiyatı daha çox bu barmaqlarınızdadır. Yəqin ki, sizin ürəyinizdəki o hissiyat barmaqlarınızın ucuna keçib demək olar. Tamamilə düzgün deyirsiniz, tamamilə. Adətə görürsən ki, məsələn, maşında ya bir balaca evdə bir iş görəndə barmağınla o şurupu bağlayanda hissiyatla, məsələn, bilirlər ki, belə deyərlər, o ağ dillərdəki gəzdirəndə istəyir yəni. Bizim qonşumuz vardı, yaxşı kişiydi, dünyasını dəyişib, İsmail Dayı deyirdi, kalxız sədr olub, zavod direktörü olub. Axır zamanlarda kökəlmə müdürü idi. Mostan bəri, Səlyanda Mostan bəri kökəlmə var, oranın müdürü işləyirdi. Qış ayı idi, bunun da şoförü, Allah rəhmət etsin, əvəzağa qonşumuz idi, çəlləkli Moskviclə idarə maşınıqda, o aparıcı şey gətirir, gəzdirir, idarə müdürüdür. Qar da qarzıyıb, soğuğun, əvəzağa gəldi ki, sənətkar, maşınımın parpresi sınıb, səhər mən dayını işə aparmalıyam. Gəldim ki, sən maşını verəsən mənə, səhər sənin maşınla aparım. Onda da məndə qara qaz 24, hər adamda yox idi. Kişi maşını? Prokuror, katib M21-də gəzirdi. Çünki o traktrisə vermişdilər, qabaqcıl traktrisə. O da gəldi, mədir ki, mən nidirdir, səhər verirəm bu maşını da, mən də bunu götmüşəm qara rəydə. Təzə çıxan vaxtıdır da. Beləmci, dedi, bir maşını aparım dayını işə, dedi, mən gəlib götürərsən baş üstə. Gedib dayıya deyib ki, dayı, maşının şəsi sınır da, bilirsən də, Aslana dedim, o maşının götürəcəm. Deyib, yox, elə öz maşınımızla gedərik, Rakun yad görüb eləyər. Bunda Rakun dövr idi. Sən dayı rəhmətli, kürşü geyib, başına papağı, kürşü qaldırıb, şərəfinə yadla bağlayıb, o şimdi 2 dəqiqə göz görkənir, sığıb elə qaxılan qalağa görüb, bir də qara 24 gəlir yavaş-yavaş, başlayıb biz o tərəfə gedməyə. Əvəzağa sürüb, gəlib saxlayım yanında, deyib, dayı, mən əməyə gəl otur. Deyib, ala sür, Raykom görər. Deyib, saat 8-in yarısıdır, bu vaxtı Raykom görməz, gəl otur. Dayı baxıb vayna bəyana, oturub arxada olsun, dilə sür. Balaca belə oturub da maşında. Səlyanın mostunu keçəndən sonra belə oturub, əlini atıb bura. Deyib, əvəzağa, sürü 15 dəqiqə şah olmaq özü də böyük bir şərafətdir, sürü geçsin. Yəni bu sevinc əlamətidir ki, sevinir, Allah rəhmət eləsin. Getdi restorana çörək yeməyə.
Deyirlər zakazı sən ver. Dedim, mən rusca bilmirəm, mən nə tər verəcəm? Yox, sən verməzsən. Deyir, şotu mən verirəm, zakazı siz verin, nə ürək siz gətirin. Dedi, yox, zakazı sən verməlisən. Qaldım belə nağarım, dimaz idi suda, что хорошо кушать есть. Baxdım əvvəlcə, dedim, minütan da, dedim, ya minüyün не знаешь da, скажи, да, что хорошо кушать есть. Bu qayət dedi ki, Jarkov, Bivişdin, nə bilim... Nə deyib, bir Jarkov nə? Jarkov, Bivişdin... Sıbxarço, nəm dovğa, Salyanka... Ya dalıma, dolma deyirlər. Salyanka eşidən kimi dedim, eydik, mənə tanıdı da bu Salyanın olmağımı. Bir də gördüm bu gülü. Dedim, ne oğlum, ne şükürürsən? Bir daha Salyanka yemək adıdır. Dedim, mən sizə dedim də, mənə demində zakas verməyi. Bu ağda arasında haram olur. Ləkkəyəcək bu qısır lazımdır. Ləkkəyəcək. Əl eləyər, mən də saxlayaram da. Mən də elə yolda, doğrudan maşını sanan zal olanda saxlayıb köməkləyəm. Belə bir xəsiyyətim var. Ya daş parçası görəm, dəmir parçası görəm, götür basıram kənara. Mən saxlayaram, ləkkəyəcək 4 kilometrdir bu qısır. Bu qısırım var, bağla dalına. Mən də hallı olmuşam da. O da bağlayıb, neçə yaşım dalına sürür. Mən də sürürəm, Maytovon oxuyur. Gördüm signal səsi gəlir. Dedim, yarım kalovka şeydəki, daladan maşın qadı gəlinir. Həməndə də pərdədir, arxa görkənmir. Mən yan güzgəyə də baxmıram. Maytovon, gördüm, yox, signal səsi gəlir. Maytofonun kodunu aldım. Gördüm, yox, gəlir səs. Elə bir mənə dedilər ki, yan güzgidən bir də bax arxaya. Baxanda gördüm bir də Zaporoji, qala sol kıyılası çıxıb sola mənə keçmək istəyir bu. Baxdım spidometrə, dedim, yaxşı, mən 100 gedirəm, bu nətər gəlir mənə keçir. Təzə bardan sıxıyıb, tərin olaraq, ayağımı qoydum qaza. Götürürdüm, dedim, ayağım bu tay qaldı da, kənarda da. Gördüm, gəl signal elə səsi gəlir. Türkiyə baxdım, gözüm yox, keçir də əməli. Sən demə bu qorxusundan sola keçir. Həmin sola keçir ki, mən bəlkə yandan görə biləm bunu. Götürüldüm, nə götürüldüm? Gəldim, Kürdəmirə çatanda gördüm, signal dağıdır da. Mən də ayılmışam. Saxladım, demə qardaş, nə istəyən? Gəl keç, get, nə istəyən? Dedi, ölmüşəm, mən. Mən hara gətirmişəm? Dedi, mən sənin üç gətirəm. Dedi, bəs bu qüsur deyəm də, ləkkəyəcə bu qüsur. Dedim, nə bu qüsur? Dedi, bəs Ağdaşda bu qüsur. Dedim, nə biladından çıxmışam da, sən də qüsur. Denəm ki, varat olub, o var. Həm kişinin toyun əlidir. Allah qısa falan gün, dedim, mən gözüm sizə. Dedi, oxuyan kimi gətirəsən, dedim, yaxşı oxuyan götürüb gələrəm də, arxayan ol. Dedi, yaxşı, aralandı ol. Demək, bir gün qalmış, birdən yadıma ki, oxuyan danışmamışam mən. Mən sabah gedməliyəm axı, qarı, mən oxuyan danışmamışam. Dedim, səhər gedərəm filarmoniya, bir oxuyan taparam. Gəldim elə filarmoniya, gördüm, bala kişi var oxuyan. Orada dedim, bala kişi, necəsən, gəl, görüşdük, elədik. Dedim, bu gün toyun var, dedi, yoxdur. Dedim, bu günlər Neftçalan Qarimanın kəndi var, gedək orada bir toy var orada. Deyəm, nə yaxşı oldu, elə mən də qomaq ərələ görərəm. Birdən yadıma düşdü, bu o kətdən də elə. İndi orada deyəcəklər ki, bu elə bu kətdən də biz tanıyırdıq da. Onu bir başqa oxuyan yox idi. Atalar bir sözü var axı, öydə anasından öküz olmaz. Dedim, nağarım, gəl bir də çay içək. Çay içirdik, ürəyimdə proqram çəkirəm ki, mən nağarım ki, mənə da deyə bilmirəm ki, səhə aparam verəm. Bir də gördüm, qara kişi var oxuyan, gəlir. Dedim, qara kişi, gəl bura. Nağarsan günləri, boşsan, deyək, toymatlanıb. Dedim, gedək də toya, deyib, lap yaxşı. Qalxdı buradan 3 maşın, getdi Neftçalan kəndinə. Orada uşaqlar çatan, o həyətdə 5-10 dəqiqə çalırlar axı. Biz içində ağacının altında susur qoyublar, oturmuşuq, Sübhandır, mənəm, qara kişidir, bala kişidir. Orada 5-10 dəqiqə çaldılar, elədilər, gördüm İrəmətli böyük kişi, əmkişi ilə gəldi. Deyəsəm, əlim orada soruşurlar ki, bizim oxuyanımızın adı nədir? Dedim, böyük kişi deyil. Yəni, mən proqramlaşdırdım ki, günləri, tabi böyük kişinin oğlu, əmkişinin toyu deyələ, qara kişi ilə bala kişini götürdüm, gəldim. Belənçə yola verdik başlayalım. Gündən bir günü, mən qonşum vardı, Allah rəhmət etsin Səmədçidir, Səmədçidir, 10 günlük mən gedirəm rayonlara, toyları bir gün danıza salmışam, bir 10 gün olmayacam, salla bu göz qulaq oldu, həyət bacada, belə falan, bir arxayan oldu. Mən orada olanda, bu rayonlarda,
televiziyadan Asim dostumuz var, montaj edib. O vaxt lambada, o xarici musiqalar bizim Azərbaycana ayaq açan vaxtı lambadanı götürüb o montaj edib, verib efirə. Güya mən çallam orada, o lambada belənçi. Gəldim mən, qonşum deyir ki, Həncərin sən bizi alladmısan. Deyirdin elə xaricə gedirəm, dedim ki, mən xaricdə nə işim var? Biri o şəhə gördük, televizorda, lambada çalındı orada. Xarici klipin montajına Bəli, biraz o Şirbala var dostum, Zirə kəndinə çox hörmətli, bəli, ağsaqqaldır, bütün hamı o sözünü eşitdim o toya orada. İndi hamdülillah mən lambada aldım, montaj ediblər orada. Cavan uşağın biri qayıt dedi ki, də lambada, Şirbala ki, nə lambada, qoçəli vur oradan gəlsin, başlayama bir neçə şeyləri gəlib başlayır. Aşqurban xanla Dəmkeş Nəcəfqulu yoldaş olurlar 40 il. İndi o tayda da toy var, Aşqurban xan ora getməlidir. Nəsə inciyib Nəcəfquldan deyib ki, sənə düyünləri hoşuma aparmıram da toya, Dəmkeşsiz gedəcəm toya. Dəmkeş toya aparmır, gedir toya, təsadüfən Kürün o tayında toğana qurulur, bu da elə Kürün tayında olur, elə suyun qırağında Nəcəfqulu aparmır. Gecə saat 12-nin yarısında sudan axı səs düz gəlir. İçətkəndə görür ki, Aşqurban xan orada dəmkeşsiz oxuyur. Arvada deyir ki, arvad, ged o mənim balabanımı gətirdi və kişi neyinirsən, deyib, yox, 40 il mən yoldaşlıq eləmişəm, çörək kəsmişəm. Mən İçətkəndə də olsa o taya məndən tutmalıyam. İçətkəndən gecə saat 2-də baxıb görür ki, toy qutardı, ulan yarım saat çəkərdə gəlib. Orada küçədə o ki, pul bölürlər, o 10-15 nəfərdir, hamının pulunu bölüb, deyib bir adam qalmadı. Nəcəfqulu rəhmətli bir yandan çıxıb ki, Akka mən qalmışam, deyib, sən çalmamsan. Deyib, Akka, 40 il biz çörək kəsmişik. Allah'ın tutsun, İçətkəndən o taya məndən tutmuşam. Deyib, yaxşı 15 maddə yana çəh verim, beləcə havalatlar olur.